Salam, bugün Fələstin ərazisində baş verən hadisələrə biraz fərqli pəncərədən baxacağıq. Yəni, gündəlik xəbər başlıqlarının biraz arxasına keçib, bu mürəkkəb böhranın əslində 3 fərqli cəbhədə necə cərəyan etdiyini anlamağa çalışacağıq. Çünki məsələ ondadır ki, bu münaqişəni həqiqətən anlamaq üçün təkcə gündəlik xəbərləri izləmək kifayət etmir. Pərdə arxasında daha dərin və mürəkkəb proseslər gedir. Məhz buna görə də biz bugün bu mübarizəyə 3 fərqli, amma əslində bir-birinə çox sıx bağlı olan müstəvidən nəzər salacağıq. Humanitar, hüquqi və rəqəmsal cəbhələrdən. Gəlin birinci cəbhədən, yəni humanitar böhrandan başlayaq və ilk dayanacağımız yer hadisələrin demək olar ki, episentri olan Yordan çayının qərb sahilidir. Birləşmiş Millətlər Təşkilatının verdiyi bir rəqəm var, 1697. Bu rəqəm əslində baş verənlərin miqyasını anlamaq üçün bir açar rolunu oynayır. Yaxşı, bəs bu nə deməkdir? Bu, təsəvvür edin ki, təkcə 2026-cı ilin ilk 3 ayında məskunlaşanların zorakılığına görə ya da hərəkət məhdudiyyətləri ucbatından evlərini tərk etmək məcburiyyətində qalan Fələstinlilərin sayıdır. Bu qrafik isə vəziyyətin nə qədər kəskinləşdiyini çox aydın göstərir. Baxın, 2026-cı ilin cəmi ilk rübündə didərgin düşənlərin sayı artıq bütün 2025-ci ilin ümumi sayını ötüb keçib. Bu, həqiqətən də təhlükəli bir tendensiyadır. Human Rights Watch təşkilatı deyir ki, bu sadəcə təsadüfi hadisələr deyil, daha geniş bir siyasətin bir parçasıdır. BMT də bunu təsdiqləyir və bildirir ki, son gərginlikdən bəri 150-dən çox belə hücum sənədləşdirilib. İndi isə gəlin, İrdan çayının qərb sahilindən Qazaya keçək. Çünki humanitar böhranın digər, daha da ağır bir üzü bizi orada gözləyir. Təsəvvür edin, 1,7 milyon insan təxminən 1600 müxtəlif düşərgədə sığınacaq tapmağa çalışır. Və bu da az deyilmiş kimi son vaxtlar yağan güclü yağışlar onsuz da acınacaqlı olan vəziyyəti lap dözülməz edib. Yəni, gündəlik həyat əslində bir sağ qalma mübarizəsinə çevrilib. Söhbət nədən gedir? Həşəratların zərərvericilərin yayılmasından, içməli su tapmağın çətinliyindən, hətta yemək pişirmək üçün adi yanacaq belə olmadığından insanlar plastik və ya zibil yandırmağa məcbur qalırlar. Baxmayaraq ki, humanitar yardım göndərilir və bu yardım da əsasən sığınacaq və qida kimi ən zəruri ehtiyacları hədəfləyir, amma keçid məntəqələrinin çox vaxt bağlı olması və digər məhdudiyyətlər bu yardımın ehtiyacı olan insanlara çatmasına ciddi şəkildə mane olur. Bütün bu acınacaqlı mənzərəni gördükdən sonra adamın ağlına istər-istəməz bir sual gəlir. Yaxşı, bəs bütün bu xaosun içində heç bir qayda-qanun yoxdur. Müharibənin özünün belə bir qaydası olmalı deyilmi? Cavab: bəli, var və bu qaydalar toplusu beynəlxalq humanitar hüquq adlanır. Onu da qeyd edim ki, bu qaydalar münaqişədəki bütün tərəflərə istisnasız olaraq hamısına şamil edilir. Və burada çox vacib bir detal var. Bu qaydalar qarşılıqlı deyil. Yəni, bir tərəf qaydanı pozursa, bu, o biri tərəfə də eyni şey etmək üçün heç bir bəhanə, heç bir haqq vermir. Gəlin bu hüququn 3 təməl prinsipinə baxaq. Birincisi, fərqləndirmə prinsipidir. Bu, çox sadə dillə desək, o deməkdir ki, döyüşçülərlə mülki vətəndaşları, hərbi obyektlərlə mülki obyektləri, məsələn, məktəbləri, xəstəxanaları həmişə bir-birindən ayırmaq lazımdır. İkinci prinsip isə mütənasiblikdir. Bu nə deməkdir? Hərbi bir hədəfə hücum edərkən, bu hücum nəticəsində mülki əhaliyə dəyə biləcək zərər əldə olunacaq hərbi üstünlükdən daha çox ola bilməz. Yəni, tərəzinin gözü həmişə balansda olmalıdır. Və nəhayət üçüncü prinsip ehtiyatlılıq. Bu da o deməkdir ki, tərəflər mülki itkilərin qarşısını almaq üçün əllərindən gələn hər şey etməlidirlər. Bura, məsələn, mümkün olan hallarda hücumdan əvvəl effektiv xəbərdarlıq etmək də daxildir. Yaxşı, deməli, yerdəki vəziyyəti və hüquqi çərçivəni gördük. Amma bir də üçüncü cəbhə var. Bu, bəlkə də günümüzün ən aktual döyüş meydanıdır. Rəqəmsal dünya, yəni informasiya mübarizəsi. Sosial media bilirsiniz ki, belə dövrlərdə insanların səsini dünyaya çatdırmaq, baş verənləri sənədləşdirmək üçün inanılmaz dərəcədə vacib bir alətdir. Amma elektron sərhəd fondu, yəni IFF-in hesabatı göstərir ki, bu alət özü də bir döyüş meydanına çevrilib.
FF çoxsaylı faktlar sənədləşdirib. Məsələn, Fələstinli jurnalistlərin, aktivistlərin, xəbər saytlarının hesabları heç bir əsassız olmadan bağlanır ya da onların paylaşımları qəsdən daha az adama göstərilir ki, buna kölgə qadağası deyilir. Hətta bəzən texnologiyanın özü bir silaha çevrilir. Baxın, necə absurd bir vəziyyətdir. Instagramın avtomatik tərcümə sistemindəki bir xəta ucbatından Fələstin bayrağı və şükürlər olsun yazan bəzi Fələstinli istifadəçilərin profillərinə avtomatik olaraq terrorçu sözü əlavə olunub. Bu, alqoritmlərin nə qədər təhlükəli nəticələr verə biləcəyinin çox acı bir nümunəsidir. Beləliklə, gördüyümüz kimi bu münaqişə eyni anda 3 fərqli, amma bir-birinə sıx bağlı cəbhədə gedir. Yerdəki o ağır humanitar reallıq, kağız üzərində insanları qorumalı olan hüquqi normalar və onlayn məkanda gedən amansız informasiya müharibəsi. Bəs belə bir vəziyyətdə, yəni həm reallıq, həm qanun, həm də onlayn hekayələr bir-biri ilə toqquşanda biz aydınlığı, həqiqəti necə tapa bilərik? Bu üç cəbhənin hamısını anlamadan bu böhranı tam dərk etmək görünür mümkün deyil.